Azərbaycan Respublikasının Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 12-14 mart tarixlərində keçiriləcək 13-cü Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında mərkəzin həmsədrləri və idarə heyətinin üzvləri iştirak edərək forumun əsas mövzuları, proqramı və gözlənilən nəticələri barədə media nümayəndələrinə ətraflı məlumat veriblər. Bu dəfəki Qlobal Bakı Forumu çox xüsusi əhəmiyyət daşıyır. Dünya müharibələrlə üz-üzədir və təkcə keçid dövründən deyil, həm də bir qırılma mərhələsindən keçir. Qaydalara əsaslanan çoxtərəfli beynəlxalq nizam çox ciddi, hətta bəlkə də ölümcül zərbə alıb. Ən azı aydındır ki, biz yeni bir dövrə daxil olmuşuq. Bu dövrdə sadəcə keçmiş üçün darıxmaq və 20-ci əsr üçün qurulmuş institutlara qayıtmağa çalışmaq kifayət deyil. Əslində biz 21-ci əsrin problemləri ilə mübarizə aparmaq üçün çoxtərəfliliyə yeni yanaşma qurmalı və bunu yenidən formalaşdırmalıyıq. Bu problemlər siyasi, hərbi, ekoloji, humanitar, inkişafla bağlı və digər sahələrə aid ola bilər. Düşünürəm ki, Qlobal Bakı Forumu elə bir vaxtda keçirilir ki, iştirakçılarımızın təcrübə və müdrikliyinə hər zamankindən daha çox ehtiyac var. Latviyanın sabiq prezidenti Vaira Viki-Freiberga isə bildirib ki, Azərbaycan belə bir dövrdə sivilizasiya və təhlükəsizlik adası təqdim etdiyi üçün ona təbrik düşür. Dünyada baş verən və təkcə sülhü deyil, həm də bütün dünyanın sabitliyini və iqtisadi tarazlığını təhdid edən ciddi münaqişələr davam edir. Bunlar çox çətin və gücsüzlük hissi yaradan zamanlardır. Belə bir dövrdə sivilizasiya və təhlükəsizlik adası təqdim etdiyi üçün isə Azərbaycan təbrik olunmalıdır. Xüsusilə də uzun illər davam edən və dondurulmuş münaqişə kimi tanınan problemi qonşusu Ermənistanla həll edə bildikdən sonra. Ümid edirəm ki, burada səslənən ideyalar dünyanın müxtəlif yerlərində öz gələcəyindən və planetimizin gələcəyindən narahat olan adi insanlara ümid verəcək və vəziyyəti daha pis deyil, daha yaxşı etmək üçün hansı yollarla hərəkət edə biləcəyimizi göstərəcək. Avropa İttifaqı Şurasının sabiq prezidenti Charles Michelin sözlərinə görə getdikcə daha çox ölkə münaqişələrə cəlb olunur. Məhz buna görə belə bir forum və belə bir təşkilat indiki şəraitdə qarşılıqlı anlaşmanı yaxınlaşdırmaq üçün böyük bir imkan yaradır. Birləşmiş Millətlər Təşkilatı sistemi üzərində qurulmuş beynəlxalq sistem əvvəlkindən daha az təsirli görünür. Bunun səbəbi qərarların icra olunmasında zəiflik və lazım olan islahatları həyata keçirməkdə yaranan yeni çətinliklərdir. Bu, bugün hamımızın müşahidə edə biləcəyi bir reallıqdır. Bu format sayəsində müxtəlif sahələrdən, müxtəlif təcrübə və biliklərə malik 350 şəxsiyyət bir araya gəlir. Əgər biz beynəlxalq ictimaiyyətin bir hissəsi kimi üzərimizə düşəni etməyə sadiqiksə, özümüzə 3 sual verməliyik və mümkün cavablar üzərində düşünməliyik. Birincisi, beynəlxalq ictimaiyyət olaraq biz birlikdə nə etmək istəyirik? İkincisi, biz qərarları birlikdə necə qəbul edirik? Bu isə beynəlxalq idarə etmə məsələsi ilə bağlıdır. Üçüncüsü, birlikdə etdiklərimizi necə maliyyələşdiririk? Beynəlxalq səviyyədə ədaləti daha çox necə təmin edə bilərik? Düşünürəm ki, bugün və qarşıdakı günlərdə bütün bu mövzular haqqında dərin fikir mübadiləsi aparmaq imkanı əldə edəcəyik. Mətbuat konfransı çərçivəsində idarə heyətinin üzvləri 13-cü Qlobal Bakı Forumunun gündəliyində yer alan əsas məsələlər, qlobal gündəmin prioritet mövzuları barədə fikirlərini bölüşüblər. Aygün Cərçiyeva, Əsgər İbrahimov, APA TV.